Президент Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в церемонии сдачи в эксплуатацию жилого комплекса, построенного в селе Суговышан Агдыринского района. Вручили жителям ключи от новых квартир. Здесь глава государства и первая леди были проинформированы о проделанной работе. Было сообщено, что в связи с переселением в село в целом проведена перепись 180 семей. Комплекс, созданный на площади 2,3 гектара, состоит из 5-этажных жилых зданий, в которых в общей сложности 191, 2, 3 и 4-комнатных квартир. В здании полной средней школы на 144 ученических места, находившейся в непригодном состоянии, проведен капитальный ремонт. Кроме того, после реконструкции сданы в эксплуатацию малые гидроэлектростанции Суговышан-1 и Суговышан-2 суммарной мощностью 7,8 мегаватт. В Суговышане реализован проект рекреационного комплекса. В комплексе площадью 6 гектаров проведен капитальный ремонт в 16 коттеджах и двухэтажном здании отеля. Глава государства встретился и побеседовал с жителями. Bayramınız mübarek olsun. Sağ olun. Hoş geldiniz Cenab Prezident. Sağ olun. Teşekkür ederim. Siz de hoş gelmişsiniz. Sağ olun. İlk növbədə sizi bayram münasibətilə təbrik edirəm. Bugün İlahır Çərşənbə günüdür. Həsənriz kəndində tonqalı alovlandırdım və qarşıdan gələn Novruz bayramı münasibəti ilə sizi təbrik edirəm. Mən xatırlayıram ki, 2022-ci ildə Novruz tonqalını Sugovuşanda qalamışdım və o vaxtda göstəriş verdim ki, bura insanların köçürülməsi üçün şərait yaradılsın. Bu evlər tikildi, çox gözəl, yaraşıqlı evlərdir, sıfırdan tikilibdir və bütün şərait var. Və şadam ki, artıq birinci sakinlər bu evlərdə yerləşir və burada rahat yaşayacaqlar. Burada yaşamaq üçün bütün şərait var, evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq da əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq burada da keçmiş köçkünlər yerləşirlər. Burada 2-ci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bizim birinci əhəmiyyətli uğurlarımızdan biri idi, hərbi qələbələrimizdən biri idi. Və bildiyiniz kimi 44 gün ərzində bizim ordumuz, bütün silahlı qüvvələrimiz ancaq irəliyə gedirdi. Və hər bir kəndin, hər bir qəsəbənin azad olunması ordumuza, xalqımıza əlavə ruh verir. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malikdir. Sugovuşan işğalçılardan birinci azad edildi. Təkcə bununla buranın əhəmiyyəti məhdudlaşmır. Çünki bunun bildiyiniz kimi çox böyük strateji əhəmiyyəti var. Buranın ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şərhi heyəti yerləşmişdi və hərbi nöqteyi nəzərdən buranı işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların xatirəsi əbədi bizim qəlbimizdə yaşayacaq. Allah bütün qəhrəmanlarımıza can sağlığı versin. Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbçilərimizi biz hər zaman qiymətləndiririk. Və gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına biz torpaqlarımızı geri aldıq, işğalçılardı torpaqlarımızdan qurduq.
Əlbəttə ki, bu bir uzun bir proses idi. İlk növbədə dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bugün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir. İqtisadi inkişaf təbii ki, olmalı idi. Çünki bizə heç kim kömək eləmirdi. Bugün də heç kim kömək eləmir və buna ehtiyac da duymuruq. Ona görə öz gücümüzə əsaslanaraq iqtisadi imkanlar yaratmalıydıq. Maliyyə imkanlarımız olsun. Güclü ordu yaratmalıydıq, bunu da etdik. Ordumuzu təchiz etməliydik, onu da etdik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün müntəzəm işlər gedirdi. Və əlbəttə ki, gənc nəslin yetişdirilməsi. Vətənpərvərlik ruhunda dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik və onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm 2-ci Qarabağ müharibəsi dövründə, həm antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər. Bilirsiniz ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir. Dünyada müharibələr kifayət qədər geniş vüsət alır. Qanlı toqquşmalar, hər şey indi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Və görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir. Ya da ki, öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir. Ya da ki, hər hansı bir kiçik həcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, bu sadəcə olaraq bugün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, 2-ci Dünya müharibəsindən sonra Azərbaycan qədər bir mənalı və tam qələbə heç kim tərəfindən qazanılmır. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim qələbəmiz isə tamdır. Və bu bizim həm dövlətimizin, silahlı qüvvələrimizin gücünü, xalqımızın iradəsini göstərir. Və siz də yaxşı bilirsiniz, bu bölgəndə yaşamış insanlar, onların davamçıları işğal dövründə elə güclü istehkamlar qurmuşdu düşmən ki, onları yarmaq həm qəhrəmanlıq, həm peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, heç vaxt biz o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi. İllər boyu qurduqları mühəndislik istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasındaydı. İlk növbədə güya bu məsələlə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu, onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirməkdir. Onların məqsədi bu idi. Hər üçünün. Burada bunların üçü də bir amal uğrunda birləşmişdir. Halbuki bu indiki bu ölkələr arasındakı münasibətlər göstərir ki, bu çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi? Hər üçü Ermənistanın arxasındaydı. Hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi
imtiyaz verirdi. Bak, biz buna karşı mübarizə aparmış. Buna karşı müharibə aparmış. Və 2-ci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim necə özünü aparacaq. Böyük güclərin mən nəzərdə tuturam. Və belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyür üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxtda biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu hələ ki işimizin tam, necə deyərlər, başa çatması deyil. Çünki müəyyən səbəblərə görə bizim torpaqlarımızda separatçılar hələ ki öz yuvalarını saxlamışdılar. Sülh məramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara əlavə, necə deyərlər, ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdi. Ancaq bir şey onlar hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi, bunu onlar hesablaya bilməmişdilər. Və il yarım bundan əvvəl bir günlük antiterror əməliyyatı separatçılığın kökünü kəsildi. Onunla da məsələ bitdi, onların kitabı bağlandı. Və bugün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm, burada xoşbaxt yaşayın, siz buna layiqsiniz, uzun illər əzab əziyyət içində yaşamışsınız, bundan sonra o əzab əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi. Allah balalarını saxlasın. Sağ olun. İndi də açarları təqdim edək. Dəvət olunur Almasov Elçin Nağıl. Təbrik edirəm. Quliyev Fəxrəddin Sarıoğlu. Təbrik edirəm. Ağayeva Gültəkin Məhəmməd. Məhərrəmova Mahirə Abdullah. Gümbətov Arzu Tahirov. Əliyev Hüsal Belmanov. Paşayeva Aynurə Şahin. Bayramov Vaqif Zafov. Quliyeva Şahnaz Əlim. Və Ümbətov Şahin Zahir. Təbrik edirəm. Allah sizi arzunuza çatdırsın. Sağ olun, çox sağ olun. 6 yaşımdan buradan çıxmışıq. Buradayım. Doğma yerimizdə sizi salamlamaq bizim üçün
Çok sevinçli haldır. Sevincimizi sözle ifade etmek mümkün değil. Çox sağ olun. Allah sizi qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də Allah şəfa versin. Siz harda yaşamısınız bu işğal dövründə? Bəli, bəli. İşğal dövründə. Qəsəbədə, Şax qəsəbəsində. Bəli. O illəri xatırlayırsınız Şaxdan. Günümüzdə şükür. Siz də doğmuşsunuz da. Doğuşam burada məktəbə getmişəm. Sıvoş 1973-cü ildə. Özüm də birinci Qarabağ müharibəsi Ukrayna döyüşlərdə iştirak etmişəm. Köçkün Məktəbdə təmir olundu, tam. Bəli, olundu, gördük. Çox ayalar, çox yüksək səviyyədə təmir olundu. İş yerləri də yaradılacaq. İnşallah. Burası böyük bir turizm zonasına çevrilməlidir. İnşallah. Ki, bura gözəl, səfalı yerlərdir ki, su qovşan, su anbarı da bir Bəli. möcüzəvi bir əsərdir. Bu Bildiyiniz kimi. öndərimizin əsəridir. Bəli. O həm su qovşan, həm sərsəng su anbarlarının tikintisinin müəllifi Heydər Əliyevdir ki, Azərbaycanın bir neçə rayonunun su problemi həll olunsun. Amma mənfur düşmən işğal dövründə bizi o sudan da məhrum etmişdir. Biz faktiki olaraq o sudan istifadə edə bilmirdik. Suyumuzu da kəsirdi. Sonra da lazım olmayan vaxtda qışda açırdı və hər tərəfi Və yayda da vermirdilər. yarıda da vermirdilər. Yəni bu düşmənçiliyin baxın dərəcəsinə baxın. Biz bunu necə unuda bilərik? Heç vaxt. Mən bunu demişəm, bir də demək istəyirəm. Heç vaxt bu vəhşiliyi, bu pisliyi biz unuda bilmərik. Xocalı soyqırımını necə unutmaq olar? Və biz qisasımızı döyüş meydanında aldıq. Onlardan fərqli olaraq mülki əhaliyə qarşı heç bir nalayiq hərəkət etməmişdik. Ancaq Ermənistan ordusunu məhv etmək üçün gücümüzü səfərbər etmişdik. Onlar isə əlyalın insanlara qarşı, qadın, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər. İndi məhkəmə qarşısında cavab verirlər. Vaxtilə bizi hədələyənlər ki, biz Bakıya gəlib tanklarla Bakıda çay içəcəyik. İndi mən demişəm, tanklar da Bakıdadır, qənimətlər farkında. Çay da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər. Ədalət budur, ədalətin təntənəsi budur. Və mən bunu demişdim dəfələrlə, o işğal dövründə keçmiş köçkünlərlə mənim onlarla bəlkə də yüzlərlə görüşlərim olub, həm yeni qəsəbələrin açılışında, həm müxtəlif tədbirlərdə və heç vaxt biz ümidimizi itirməmişdik. Ancaq ildən ilə görürdüm məndə də, bütün insanlarda da elə, necə deyərlər, ədalətə inam azalırdı. Çünki ədalət mövqeyimizi gücləndirməli idi. Amma ədalət o vaxt zəfər çalır ki, iradəndə var, gücündə var və haqqın da çatır. Və bütün bu amillər bizdə olduğu üçün biz bu tarixi zəfəri çaldıq. Bu zəfərin, mən yenə də deyirəm, son 10 illiklər ərzində pay bərabəri olmayıb. Bundan sonra da olmayacaq. Bugün indi müxtəlif yerlərdə müharibələr gedir. O müharibələr həm uzun müddət ərzində gedir və yenə də real nəticə ilə, necə deyərlər, nəticələnmir. Bizim qələbəmiz tam idi, mütləq idi, bir mənalı idi və vaxtı ilə Qarabağ Ermənistandır deyən adam bugün nədir? Qarabağ Azərbaycandır. Öz boşluğuyla yox, öz boşluğuyla yox, öz boşluğuyla yox. Allah sizi korusun. Milli bayramımız münasibətilə təbrik edirəm. Can sağlığı uğurlar. Sağ olun, sağ olun. Təşəkkür edirəm. Gəlin, şəkil çəkdiniz. Allah.
Bəlkə burada evlərin sonunda şəkil çəkilir hamı. Sağ olun. Biz de Təbrik edirik. salamat. Sağ olun. Allah nevelerinizi korusun. Harda yaşayın. Sağ olun kadınlar. Can sağ olun. Yaxın oldunuz. Buradan bizi 91'də çıxartdılar. 91-də Ən axırıncı keçən il. Sovet vaxtında kim çıxartdı? Ermənilər çıxartdılar. Bəs Sovet ordusu yox idi. Yox, Sovet ordusu bizə ayaqdırmadı. Bizə də ayaqdırmadı. Moskvadan Zdaniyalı generallar gəlib təbliğat aparır. Ki siz çıxasınız oradan. Biz çıxaq, ermənilər möhkəmdir. Bizə nə qədər deyil, atam çıxmır. Axırda da deyir ki, yox, mümkün deyil. Ona görə köçdük tərəfə. 30 ildə də tərtərdə. Mən də xalqımıza qoşulub müdafiə qapdırdım, müharibədə olmuşam, yaralanmışım, yetirənəm. Mən də borcumu yerinə yetirdim, gücüm çatan elədi, amma bizim gücümüz o vaxt çatmaz. Şimdi şükür Allah'a. O vaxt gücümüz yox idi, silahımız yox idi. Normal, necə deyirlər, vətənpərvər rəhbərlik yox idi. Heç arxamızda duranmıyor. Heç. Qoymuşlar, buraxmışlar xalqı başı başına. Hakimiyyət uğrunda mübarizə gedirdi. Kreslo uğrunda mübarizə gedirdi. Torpaqlarda əldən gedirdi. Şuşanın da düşmənə təhvil verilməsi elə hakimiyyət uğrunda mübarizənin nəticəsidir. Ondan sonra hakimiyyətə gəldilər, ondan sonra qalan torpaqları da satdılar. Kəlbəcəri də, Orqəsilərdə. Ordumuz döyüşürdü o vaxt, amma gücümüz çatmadı. Ona görə rəhbərçilik olmadı, güc çatmadı. Allahın bu gününə çox şükür. 20-ci ildə siz 27 sentyabrda əmr verdiniz. Müzəffər ordumuz birinci su qovşağını, sonra da bütün Qarabağı azad elədi. Su qovşağını oktyabrın 3-də bir 6 ilə. Özdə çox, relyefi çox sərtdir buranın. Çox dəyişər. Hətta o vaxt 2-ci Qarabağ müharibəsi başa çatandan sonra burada bəzi mövqeləri ermənilər saxlamışdılar. Əgər ambara tərəfdən baxsanız, sol tərəfdə onların postları var. Bəli, var. Postları dururdu. Biz sonra məcburən onları oradan çıxartdıq. Çünki oradan çıxmaq istəmirdik. Bu Buşqada, dikdə, bəli. Çünki oranı ora götürmək çox çətindir və çox itkilər hesabına ola bilər. Bəlkə də ən ağır istiqamətlərdən biri də bu Talış su qovşan istiqaməti. Orada minalar çox həm güclü bunların istehkamları, həm də ki bu dağlar özlüyündə bir istehkam. Bəli, istehkam çox çətin bir mövqedə idi. Sizin sayənizdə, sizin dəmir yumruğunuzun sayəsində mən də öz paylarını çöldə aldılar. Su qovşağının da tarixi adını da dərhal qaytardıq. O vaxt azad olunandan sonra tarixi adını da bərpa elədik. O keçmiş adlardan da heç əsər-əlamət qalmır. Burada heç nə bir dənə körpü olmuyor. Bir dənə qarı körpüsü var. Oradan da çox təhlükəli keçərdi. Ulu öndərimiz gəldi, o körpüləri də tikdirdi. Suvarma kanalların, bura asfalt yolu olmuyor, araba yolu. Onu da çəkdirib. Burada Dəstəgür var, bir də Təpəkənd var. Ora bir yol olmamışdı, onu da çəkdirdi, onu da körpüləri saldırdı. Yəni bu su qovşan ümumilikdə Heydər Əliyevin bir əsəridir. Bəli, elədir. Bəli, çox sağ olun ki, siz... Ədalət indi 300 ildən bəri heç kim torpaq almıyor. Bir sizdən başqa. Ona görə sizi səmimi qəlbdən təbrik edirik. Su qovşan əhalisi adından biz sizi general yox, marşal görmək istəyirik. İnşallah. Təbrik edirəm sizi bir daha. Cənab prezident. Sağ olun, çox sağ olun. Çox sağ olun. Salamat qalın. Xoşbaxt yaşayın burada. Sağ olun. Minnətdarıq. Çox sağ olun, cənab prezident. Sağ olun.
Biz də gözləyirik. Sağ olun. Sağ olun.